Əziz dördüncülər, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri, Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarla qarşınızdayıq. 45-ci testin izahıdır. 6-cı bölmə üzrə qiymətləndirmə. Birbaşa tapşırıqlara keçək. Tapşırıq 1-də yazır ki, hansı şəkildə dairə göy, çevrə isə səhrai rəngdə verilmişdir. Hansı şəkildə? Bu, yəni B-yə baxırıq, bəziləri düşünür ki, bu dairədir. Xeyr, dairə deyil, çünki çevrə də deyil ətrafındakı. Çevrə nədir? Müstəvi üzərində qeyd olunmuş nöqtədən eyni uzaqda yerləşən nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqur çevrə adlanır. Çevrə daxili ilə bir yerdə dairədir. Burada isə baxırız ki, bu yumru deyil, bu naval şəkildədir. Çünki məsələn buradan bu nöqtəyə qədər olan məsafə, buradan bura qədər olan məsafə ilə eyni deyil. Bu səbəbdən də B-ni heç zaman götürməyin. Doğru cavabımız D variantı olmuş olacaq. Dairə göy rəngdədir, çevrə isə səhra. A-da bunun tərsidir. Bunu ona görə götürmürük. Növbəti ikinci suala baxırıq. Ya ki, hansı açılış şəklini qatlasaq ön və arxa üzlər rənglənməmiş, qalan üzlər isə rənglənmiş kub alınacaq. Yəni iki üzü rənglənməmiş olacaq. Qalan üzlər isə rənglənmiş olur. Ön və arxa üzləri bizə deyir rənglənməmişdir. Qatlasaq ön və arxa üzləri bunlardır, rənglənməmişdir. Hansı açılış şəklini qatlasaq ön və arxa üzləri rənglənmiş olacaq. Ön və arxa üzləri rənglənmiş olacaq. Qalanlar isə rənglənməmişdir. Bu da C variantında verilmişdir. Qatlasaq 2 dənə üzü rənglənmişdir. Qalan üzləri isə rənglənməmiş olmuş olacaq. 3-ə baxırıq, yazır ki, verilmiş bucaq haqqında deyilən fikirlərdən hansı doğrudur? Bu, birinci baxır ki, bu bucaq, yəni transporterin köməyi ilə ölçülmüşdür və bucağın dərəcə ölçüsü 120 dərəcəyə bərabərdir. 120 dərəcədir. Və bu kör bucaqdır. Yazır ki, 120 dərəcəlik iti bucaqdır. 120 dərəcədir, amma iti bucaq olmur. Heç zaman 120 dərəcə bu kör bucaqdır. Doğru cavab C variantı. 4-ə baxırıq ki, bu hansı fəza fiqurunun açılışıdır? Bu piramidadır və 4 bucaqlı piramidadır. Doğru cavab da B variantı. Çünki oturacağı 4 bucaqlıdır, yan üzlərdə 3 bucaqdır və bu 4 bucaqlı piramida adlanmış olur. 5-ə baxırıq. Aşağıdakılardan hansı düz bucaqlı prizmanın açılış şəkli deyil? Düz bucaqlı prizmanın açılış şəklidir. Yəni bu A variantı. Digərinə baxırıq. B variantı da belədir. Daha sonra baxırıq. C variantına baxmış oluruq. C variantı deyil. C variantı nəyə görə deyil? Çünki bax bu üzlər qonşu olmamalıdır. Burada məsələn bu buranı birləşdirdiksə, burada birləşdirəndə buradan bu şəkildə olmalı idi. Yəni beləncə olmalıdır. Ona görə doğru cavab C variantı. Bu deyil. 6-ya baxırıq. Yazır ki, A nöqtəsinin B nöqtəsinə nəzərən simmetriyasının koordinatlarını müəyyən edin. A nöqtəsinin B nöqtəsinə nəzərən simmetriyası. Əlbəttə ki, bunun koordinatlarını müəyyən etməyimiz lazımdır. Yəni A nöqtəsi B nöqtəsindən bu tərəfə nə qədər uzaqda yerləşirsə, digər tərəfə də həmin uzaqda yerləşməlidir ki, burada da baxırıq, nə olmuş olur? Bu nöqtəyə gəlib düşür ki, bu da 8, 10-dur. Doğru cavabda B variantında verilmişdir. 7-də nə yazır? 7-də cavabı yazır ki, verilmiş bucaqlar haqqındakı fikirlərdən hansı doğrudur? Birinci A bucağına baxırıq ki, A bucağı iti bucaqdır və dərəcə ölçüsü burada tam olaraq göstərilməyib. 0 nöqtəsindən başlayıb da yəqin ki dərəcə ölçüsü göstərmir, amma ki iti bucaqdır. Görək nə yazır burada? A bucağı 130 dərəcəlik kör bucaqdır. Bir kör bucaq deyil. Hər ikisi eyni dərəcəli iti bucaqlardılar. Məncə hər ikisi eyni dərəcəli iti bucaqlardır. Burada rəqəmlərin görünməsi tam olaraq görünmür. Ona görə də mən burada neçə olduğunu tapa bilmirəm. Bu 90-dır. Burası 90-dır. Bu oldu 80, 70, 60, 50, 40, 30, 20, 10. Deməli, tamam. Bu oldu nə? 10, 20, 30, 40, 50. 10, 20, 30, 40, 50. Hər ikisi iti bucaqdır və eyni dərəcəli iti bucaqlardır. Doğrudur.
A bucağı 50 dərəcədir, B bucağı 130 dərəcədir. Xeyr, doğru deyil. Hər ikisi eyni dərəcəli kör bucaqdır. Xeyr. Doğru cavabımız iti bucaqdır. Hər ikisi eyni dərəcəli iti bucaqdır. B variantı. 8-ə baxırıq. 8-də nə yazır? Verilmiş şəkillərdən hansı silindrin açılış şəklidir? Silindrin iki yüzü dairədə, bir yüzü də düz bucaqdır. Bu da B variantında verilib. 9-a baxırıq. Aşağıdakılardan hansı verilmiş fiqurun öndən görünüşüdür? Öndən görünüşü 3 dənə olacaq, 2 dənə də sağa getmiş olur. Doğru cavab da elə A variantında verilib. Deməli, bu cavabı burada yerləşdir. İfadələrdən hansı səhvdir? Səhv olanlara baxmış olaraq ki, yazır ki, mənə AB radiusu deyirlər. AB radiusu deyirlər. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasıyam. Bu doğrudur. Bizə səhvi lazımdır. Yazır ki, mənə çevrənin mərkəzi deyirlər. Çevrənin üzərində yerləşən bütün nöqtələrdən eyni məsafədəyəm. Az öncə çevrə haqqında daha öncə məlumat vermişdim ki, çevrə nəyə deyilir? Müstəvi üzərində qeyd olunmuş nöqtədən eyni uzaqda yerləşən nöqtələr çoxluğuna deyilir. Burada da eyni uzaqda yerləşib da doğrudur. Yazır ki, mənə EF diametri deyirlər. Çevrənin radiusundan 2 dəfə böyüyəm. Bu da doğrudur. Radiusdan 2 dəfə diametr EF diametridir. Və mən dairəyəm. A nöqtəsindən eyni məsafədə olan nöqtələrin əmələ gətirdiyi fiqura. Xeyr, nöqtələrin əmələ gətirdiyi fiqur deyilsən. Sən dairəsən və bunun daxili hamısı, yəni müstəvi olmuş olur. Daxili ilə bir yerdə, çevrənin daxili ilə bir yerdəsən. Yəni doğru hansı səhvdir? Bu olacaq nə? D variantı olmuş oldu. On 11'ə baxırıq, görək 11-də nə yazır? 11-də yazır ki, qəmər 10 ədəd kubdan müxtəlif modellər hazırlayır. Aşağıdakılardan hansı qəmərin qurduğu modellərdən ola bilər? Görə hansında 10 kub yoxdursa, bu ola bilməz. 2'lər 1, 2, 3, 4, 5, 10 dənədir. Burada düzdür. 1, 2, 3, 4, 5, 10 dənədir, düzdür. Burada 1, 2, 3, 4, 5, 6, 7. Üstünə 4 gəlsə, burada 11 olmuş olacaq. Bu deyil, C variantı. Zaten bura baxsaq 1, 2, 3, 4. Orada 6 da o, bu da 10 olmuş oldu. Deməli C variantıdır. Hansı ola bilməz? C variantı ola bilməz. 12 yaşı şəkildə hərəkətin hansı növü göstərilmişdir? Əlbəttə ki, bu güzgü əksidir. Buradan bax görürük ki, buradan xətt çəkmiş olsaq, bir-birinin üstünə qatdırsaq, doğru cavab da C variantında verilmişdir. Sağ olun, növbəti video izahda görüşmək ümidi ilə növbəti mövzumuz artıq bərabər kəsirlər haqqında danışarıq. Hələlik.